Deməli, uzun bir aradan sonra Cehiz vloqum efirdədir. Cehiz vloquma xoş gəlmisiniz. Allah bütün subay qızlarımıza, subay oğlanlarımıza toy qismət eləsin və toyu olan cehizini paylaşdığımız bu gəlini isə Allah xoşbəxt eləsin. Belə, baxaq, başlayaq görək cehizimizdə nələr var. Deməli, bunları gəlinimiz bağlayıbdı bu cür rəngli kağızlarla bağlayıb. Burada da belə lent bağlayıb. Biraz işığımız zəifdir. O da otağın ışığı zəifdir. Ona görə görüntü biraz yaxşı olmaz. Və olmazsa olmazımız cehizlərdə ən əsas olmazsa olmazımız samavarımız. Bu bağlamalarımız isə və məşhur markamız olan Karaca. Keçən cehiz vloqunda Karacanın nə cür reklam etdiksə, həmin o yataq örtüyü tamamilə rekord satış elədi. Belə deyək, buralar biraz dağınıqdır. Bunları da bağlamaq üçün belə açıq qoyubdu. Bunlar da bağlanasıdır və bunlar da hazırar kimi olacaq. Güzeldir, eski yerlerin. Olsun, heç olmaz. Belə də çəkək. Toy evində şirinlik paxlava. Bəh-bəh. Allah xoşbəxt eləsin. Ay bibi. Belə. Elimizin adəti var ki, toydan əvvəl toy evinə qohum əqraba yığılar, yemək olar və çaya da bu cür belə şirin paxlava bişiriblər. Kim bişirib bunu? Kızın anası. Elə? Öz elleriyle. Özün bişiribsən? Eyvallah. Hə, heç nə. Qəşəng. Əllərin var olsun. Sağ ol, təkcə. Belə. Hə, başladıq bir-bir. Görək bu nədir? Çaydan. Yaxşı. Bax, qəşəng, mübarəkdir. Xeyir işlərə, qonaqlıqlara, şad günlərə işlədirsən Ayşə. Gəlin qız. Belə videonu gəlinimizlə çəkirik, səbəbkarla, toyu olan xanımla. Başlayaq Karacadan. Bayaq deyirəm ki, Karacan o cehiz vloqunda nətər reklam elədiksə, yataq örtüyü qalmadı. Görək bu dəfə də Karacanın qablarıdır reklamda. Baxaq, belə bir Karacanın qabı. Qəşəng, mübarəkdir. Cehiz bəzənəndə bilmirəm, gələ bilərəm, yoxsa yox. Baxır o vəziyyətə. Məktəbdə yoxlama var hal-hazırda. Belə, hə, bu məşhur boşqaflardan. Qəşəng, xeyirli olsun. 6 dənə bundan. Bunun yəqin ki, tort qabısı, meyvə qabısı da var, düzdürmü? Buradaydı deyəsən meyvə qabısı. Burada. Buyurdu. Gəl bunu aç. Hə, onu da açma. Hə, bu açıq şey olur. Bu nətər hissə isə, burası ayrı olur. Yox, bu tort qabıdır. Elə bilim mərtəbəsi, tajerkası var bunun. Hə, yox, o mərtəbələr ayrı olur. Çıxın qızım, qapını örtün. Mənim izləyicilərim elə təbiiliyini sevirlər videolarımın. Aha, qəşəng, qəşəng, mübarəkdir. Əldə hazırlamaq. Ha, halal. Göstərərəm. Baxarıq, heç nə. Yuxarıda var, bəlkə gördün. O elə bilirəm keçən ildən qalıb da. Yox. İndi hazırlayıbsan onu. Hə, o tuzu yoxuşu. Yaxşı deyir. Bu nədir? Budur, meyvə Görün, yox qabı. Bu hə. şeydir. Konfet qabı, məncə. Şeydən dedim, qaldan almışam. Raqaşkadan almışam bunu. Bu xrustaldır da yəqin ki. Tuzdan raqaşka. Qapağı da var. Belə. Hə, fərqlidir. Qəşəng, qəşəng. Götürə bilərsən. Görək, nədir bunlar? Çərviz qabları. Aha. Belə. Deməli, gəlinimiz çox əslində bərbəzək qabı aparmır. Niyə? Çünki ancaq yemək dəstə aparır. Belə, hə. Məşhur bildiyimiz Karacanın qabları.
Apple. Hə, bu da gül qabı. Baxım, aşağı tut, yerə qoy, aşağı qoy, üzün düşməsin. Sonra qonaqlar gəlir. Qonaqlar gəlməkdə davam eləyirlər. Belə qəşəngdir. Ayşə, bu gül qablar neçədir ki? 250 idi ya. Həqiqi, bu nə firmasıdır ki belə? 250 manat gül. Deyirlər valla. Gül Elə qabı. mağazinin adıdır və Qaşqadır. Hə. Tələbə yataqxanasının yanında. Gəncədə. Hə, mağazanda reklamı getdi bu arada. Belə. Görək bu nədir? Bu Karacanlı. Meyvə Yoxsa yoxsa? etajerkası. Hə. Bir etajerkası. 3 mərtəbə. 3 mərtəbədir də. Hə, heç nə. Götür. Qəşəng. Ayşə, xına danışıbsınız? Xına ayrı yoxsa toyun içində? Yox, tuvaletində olur. Toyun içində. Bəs xınanı kimi danışıbsan aparmağı? Həvva xanım. Hə. Bu yenə həmin firmanın meyvə qabısı, gül qabısı, yox, qənd qabısı idi. Gül qabısı və bu da meyvə qabısı. Çərəz qabısı da var. Qəşəng. Hə, qəşəng. Bizə ehtiyatlı ilə. Kök. Hə. Ayşə, bunlar hamısı bəzək qablardır və bunları harda yığmağa mebeldə aparmırsan. Amma kuxnada saxlaya bilərsən də. Belə qəşəng, qəşəng. Həmişəki bakallar. Belə. Mənə bir. Bu nədir? Karacadan almışıq, pesovka. Hə. Bu yemək dəstənidir, yoxsa təhdir? Hə, bu tək. Yaxşı, yemirəm, narahat olmayın Ayşən, gələrəm. Hə, yox, qaldırma da yuxarı, görək bir nədir. Ekran sabitləşmədi. Hə, bu təkdir, yoxsa yemək dəstənə? 20 manat təkcə. Hə, qəşəng. Sadə şık, qəşəng. Götür. Biz zat vacından hazırda küçükmüşük. 6 Nə? kilo dolma küçükmüşük. Toyu sabaha, ciyər axşamına, yoxsa indiyə? Yox, gəlib gedənimizə. Heç bilmirdik bir adam gələcək. Hə, bunlar da bizim padnuslarımız, sinilər. Hə, bu da böyük ölçüsü. Qəşəng, qəşəng, mübarəkdir. Toy evidir də, heç nə, gəlib gedən olur onsuz da ki. Çalata pişirmişik. Menyuda nələr var Ayşə xanım? Salatımız var. Salat eləyəcəyik. Bilmirdik bir belə adam gələcək. Hə, heç nə olmaz. Əsas odur ki, Salat yığılır, hə, toy haqqında danışılır, belə. Dayan görüm. Nədir bu deyirsən? Aşağı tut, aşağı aşağı. Bayaq çəkdim mən bunu. Adət-ənənələrimizə görə sımavarsız cehiz olmaz. Hə, ilk smavar verilir. Bu da mənim anamın cehizidir. Mən də bunu ilk olaraq öz evimə aparıram. Apar, inşallah. Allah qismət eləsin, sən də öz qızına cehiz verəsən Ayşə. Bunu da Qəşəng. mamam bəzəyib sizin. Hə, qəşəng, qəşəng. Onu da gözlə hələ sən. Hə. Bu da bayaqki firmanındır da məncə. Şirniyyat qabısı. Hə. Qəşəngdir bunlar. 2 dənə də bundandır. Qəşəng, qəşəng. Bir dəstin içində elə bir hər şey var. Bu da toz qabısı var. Bu cürünü tapıram.